والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبو القاسم مصطفى محمد. اللهم صل على محمد وآل محمد وعلى آل الطيبين الطاهرين لا سيما بقية الله العظيم روح الله بعد الفداء اللعن الدائم على أعدائهم أجمعين. أما بعد قال الحكيم في كتابه الكريم يا أيها الذين آمنوا توبوا إلى الله توبة نصوحا. Peygamber var, Peygamber'e sallallahu. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bugünler gözünüzü vurmayan İmam Zaman Ağa'nın tercihini sözü kabul etmesinden ötürü sallallahu. Allahümme salli ala Muhammed ve ali Muhammed. Kerbela şehitleri, Kerbela asirleri, İmam Hüseyin Ağa, Hanım Zeynep, sallallahu aleyhi ve ruhlarına sallallahu. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bugün Aşura gecesi. Aşura diğer dikkatin akşamı. Sabah Aşura günü inşallah. Seherden meclisimiz olacak. Tergiben inşallah 9'dan toplaşarak gün orta namazlarında hem azalarını hem mucize inşallah sonra namazla katimize edeceğiz. Gün orta meclisi. Ama Aşura'ya hele var bugün Tasu'a. Hele Kerbela'da hiç kes şehit olmuyor. Hele Hüseyin'in balaca balaları susuz da olsa atalarının yanında. Tasu'a 9. günü diyerler. Aşura 10. günü. Məhərrəm ayının ikisində çatılmaması Aleyhisselam. 8 gün qalır, 9. gün şəhid sabah. Gecənin ən üstün əməli Kərbəla şəhidlərindən əhd-peyman bağlamaqdır. İmam Hüseyin Aleyhisselam bugün zalimden mühlet aldı ki, niye böyle mühlet aldı zalimden? Namaz kılmak için. Dedi İbn Abbas, Qeyb Ömer Səlidinə bize bir gece mühlet versin, müharibəni səhər başlar. Qoy bu gece biz Allah'ın razını yazın. Namaz kılaq, Kur'an okuyaq, dua okuyaq. Dedi, Abbas, sən bilirsən mən nə qədər namazı sevirəm. Bugünün ən gözəl mövzusu tövbədir. Neçə illər Tasuada ancaq tövbələr danışar. Aşura gün ortada İmam Hüseynin son sözünü çatdıran şeydir. Şəhadətdən qabaq müdafiə edişi eləmək üçün o sözü çatdıran aşırır. Onu sabah inşallah. Amma bugünün mövzusu tövbədir. Əgər şimdi bu gecə tövbə edəməyəcəksə, bəs nə vaxt tövbə edəcək? Bugündən gözəl bir fürsət. Bu gecə elə bir gecədir ki, Allah'ı İmam Hüseyin'e xatir hər nəyə and versək, qəbul edər.
ən böyük günahların bağışlanması. Bəndənin bu dünyada bir dənə böyük arzusu ola bilər. Allahı tanıyan insanın bu dünyada ən böyük bir arzusu var. O da günahlardan kurtulmaqdır. Ondan qalan nə varsa o ikinci dərəcəli arzudur. Birinci arzudur. Əgər insan Allah'a inanırsa, əgər Peyğəmbərin getirdiyi dinə inanırsa, əgər Əhl-i Beytin yoluna etiqadı varsa, əgər ölümdən sonraki həyata imanı varsa, mütləqdir ki, insan ən başlıca duası günahlarının bağışlanmasıdır. Ancaq ahirətə şəkli olanlar, dinə şübhə edənlər, Peyğəmbərə imanı dildə olanlar, Allahın yaradan olduğuna, biz sahibimiz, malikimiz, pərverdigarımız olan, yəqini olmayanlar Allahdan bağışlanmaq istəməz. Ay şiələr, böyük fürsət düşürlər bizə. Allah bizə nəsib edib məscidi. Bura Allahın evidir. Bir məkan ki, müəyyən oldu, Allah evi kimi. Bir xüsusi əhdi də var. Müstəhəb budur, onu oxuyasın. Oxundu, müqəddəs məkan. Burada adamın namazı da savab verir. 2 rükətə 70 rükət savab verərlər namazı. Məsciddə qılsın. Evdə qılsan da 2 rükətə 2 rükətdir. Məscidin savabı çoxdur. Müqəddəs məkan Allahın əziz bəndəsinin münacat edildiyi zaman tövbə üçün bundan yaxşı fürsət bir də olar. Allah da bizə qismət edib gəlmiş. Tövbə edəcək günahkara deyil də, tövbə hamına aiddir. Namaz qılan, namaz qılmayan, oruç tutan, namaz qılanın da müşkülü var, günahı var. Qılmayanın da günahı var. Təbii ki, namaz qılmaq özü böyük günahdır. Və s. Peyğəmbər Əkrəm demə günə 70 şərik tövbə edir. Tövbə alınsanı Allaha yaxınlaşdırır. Xüsusilə ağlar, gözlə Allaha yaxınlaşmaq. Allah deyir, mən sevirəm bəndəmin ağlar gözlərini. Əgər mənim bəndəm günahını yadına salıb ağlayırsa, bilirsən necə sevirəm onun halını. Quran-ı Kərim deyir, ey iman getirənlər, görürsən, müminlərə xitab edir. Yəni, demir, ya əyyuhəl insan, ey insanlar, ya əyyuhəl nas, ey insanlar. Nə deyir? Ya əyyuhəl-ləzīnə āmenū, ey Allaha iman getirənlər. Yəni, artıq müminsiz, iman əhlisiz, müsəlmanlıqdan da bir addım qabaqlasınız. Neyini? Tuğbu ilə-llahi təvbətən nəsuha. Qayıdın Allaha tərəf, həqiqi, xalis qayıdın. İnsanın tövbəsi gəlir Allaha xatır olsun. Kimdənsə qorxuram, tövbə edirəm. Hansısa bir niyyətlə tövbə edirəm. Dostlarım tövbə edir, mən də tövbə edirəm. Tövbə gəlir Allaha xatır olsun. Peyğəmbər Əkrəm buyurur, tövbə bilirsiniz nə deyil? Tövbə günahdan peşmandır. Əgər elədiyin əməllərdən peşmansansa, o tövbəkərsdir. Günaha peşman olmaq, Allaha tərəf qayıtmaq deməkdir. Tövbənin ilk məqamıdır. Tövbə elə bir məqamdır ki, insan hər an ki
elədiyi əməldən narahat olsa, Allah onu bağışlar. Nə vaxta qədər? Peyğəmbər Əkrəm bir dəfə deyir ki, hər kim ölümünə bir ay qalmış tövbə eləsə qabuldur. Sonra dayandı. Dedi, yox, bir ay çox uzundur, bir həftə. Dedi, hər kim Allah'la razı, niyaz edir, Allah mənim ümmətim üçün tövbəli bir həftə qərar verir. Ölümünə bir həftə qalmış tövbə eləsə qabuldur. Peyğəmbər Əkrəm bir müddət ki, yenə də narahat oldu. Yox, bir həftə də çox uzundur. Bir gün, hər kim ölümünə bir gün qalmış tövbə eləsə qabuldur. Ümmətin üçün narahat idi, çox narahat idi. Dedi, yox, bu da çoxdur. Dedi, Xudayar, mənim ümmətimə birisi haçanadan tövbə fürsəti verir. O ki, Əzraili görəcək ya, canını alanda, ona qədər baxmır. Elə ki, Əzrail görünür, göründü da insan tövbə görünməz. Da geçdi. Tövbənin fürsəti Əzrailin canınızı alana qədərdir. Əzrail gözümüzə göründü da tövbə. Peyğəmbər Əkrəm deyir ki, Xudayar, mənim ümmətimə Əzrail canını alana qədər tövbəni nəsib edir. Fürsəti verir. Neçə dənə tövbənin əlaməti var? Sayın onları gör, bəyənirsən, bəyənirsən. Tövbə eləyənin bir başlıca xüsusiyyəti var. Hər kim tövbə eləyə, Allah onu elə çox istəyir. Hədisdə var. Allah Teala buyurur, mən tövbəkar bəndələrimi çox sevirəm. Mən sevirəm tövbəkar bəndələrimi. O bəndəm ki, şeytandan ayrılır, gəlir mənim yolundan. Elə sevirəm o bəndəmi. Kim istəməz ki, Allah'ını sevsin, istəməz. Amma istəyir Allah'ını sevsin. Bir də üstünlüyü var tövbənin. O da bu da hər kim tövbə eləsə, pis əməli nə qədərsə, o pis əməli dönər yaxşı əməli. Elə bir məsələn, nə qədər bir insanın günahı yazılmışsa, məsələn, bir kitab. Bir insan tövbə eləsə, tövbənin xasiyyəti budur. O pis əməllər könər olur, yaxşı əməl. Səyyat həsənata çevirilər. Bu iki xüsusiyyəti tövbə. Bir xüsusiyyəti də var tövbəkarlardır. Bunları sayıram ki, bir gecənin fürsəti əldən verməyək. Bir xüsusiyyəti də var tövbənin. O da burada hər kim tövbə eləyər, mələklər onu dua edir. Hər kim tövbə eləsə, mələklər onu dua edir. Yəni, salavat deyin, cavanlar gəlsin, biraz salavat. Allahümə salli ala Muhammed və ali Muhammed. Bəs tövbənin xüsusiyyəti budur. Bir insana Allah çox sevər. Tövbəkar verməsin. Bir xüsusiyyəti budur. Yaxşı əməl, pis əməlləri yaxşı əmələ çevirlər. Bir xüsusiyyəti budur. Mələklər onu dua edir. Bir xüsusiyyəti budur. Hər kim tövbə eləsə, elə bir anadan doğulan pak uşaq kimidir. Əməl dəftəri təmizdir. Hər kim Allaha tərəf qayıtsın. Əməllərindən Allaha qayıtsın, tövbə etsin. Peşman olsun. Peşmansılığı olmasa tövbə yoxdur. Adam var, görürsən, gəlib deyinə namaz da qılır. Amma keçmiş əməllərindən belə qururla danışır. Belə bu adam tövbə eləməyib. Bir adam ki, keçmişdə elədiyi əməllərindən, günahlardan danışır. Peşmansılıqla danışmırsa, deməli, bu tövbə eləməyib. Bu dildə tövbə eləyib, kiməsə görə tövbə eləyib, neyinsə qorxusundan tövbə eləyib. Amma Allaha görə eləməyib, bunun faydası yoxdur. Qururlama keçmiş haramları ilə, keçmiş günahları ilə.
İnsan əməlindən peşman olursa tövbəsi qəbul olmaz. O tövbə deyil. Peşman olan insan günahından. Bir əlaməti də budur ki, hər kim tövbə eləyə, bir işlədir onlar. Tövbə eləyə, ölər qədər bir işlədir. Qalın darı günah eləməsin. Tövbə eləyən insan olarlar. Bir tövbəkarın əlaməti də var. Bir tövbəkarın duası qəbul olunur. Və boyda feyzi var. Ay tövbəkar, ey tövbəni bu gecə fürsət bilənlər. Gəlin neyimiz var bu gecə burada qoyaq edək. Bu gecə Allahla razı edək. Allah neynəmişik, eləmişik. Hüseynə xatır bizi bağışlar. Amin. Biz günahkar bəndəyik. Əlimiz boş, üzümüz qalə, ilahımız çox. Bizdən günah səndən bağışlamaq. Bizi bu dünyada mümin kimi atmaq. Amin. Bizi bu günlərdən əli boş çıxarma. Amin. Bəs bu fəziləti tövbədir, tövbənin fəziləti budur. İlk tövbədəki bəllidir ki, ilk tövbədə Həzrəti Adəm olur. Adəm behişdən çıxandan sonra özü bir yanda, Həvva bir yanda. Zahirən ilk düşdükləri yer sonradan gəlib Fələstində qovuşdular birbirine. Amma zahirən ilk düşdüyü yer Hindistan tərəfi, o tərəfi. Sonradan Fələstində qovuşdular birbirine. Bir Adəm sərgərdan gezir, Cəbrail görünür. Cəbrail gəldi Adəmə. Gördü Adəm bir çare qalır. Peşindən hələ Adəm bizim günahlardan nə vermişdir ya? Adəm bir xeyir əmələ əlindən vermişdir. Əldən verdi, onun nəticəsi bu oldu. İndi Allahın razılığı azalını istəyir. Cəbrail sənin üçün qalıb 5 nəfərə. Bir də Allaha and verdilər. Deyilən, ya Hamidu bi haqqi Muhammed. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cəbrail öldürə Adəm. Dedi, ya Ali bi haqqi Ali. Deyilən, ya Fatiru bi haqqi Fatimə. Deyilən, ya Muhsinu bi haqqi Həsən. Deyilən, ya Qədimən İhsan bi haqqi Hüseyin. Allah səni bağışlayır. Əhl-i Beytin nurlu olmaq. Həbibin məzahir Kərbəlalı yaxınlaşdırır ona, aşıq budur ya. Gör kimlər vardır Kərbəlalı. Yaxınlaşdı Həbibin məzahir, buna əvvəlimiz Abbasdan da nəql edilə, Həbibin məzahirdən də nəql edilə. Ola bilir ki, hər ikisi əhvalatı olsun. Yaxınlaşdı Həbib İmam Hüseyin əleyhissalam dedi də, ağa, neçə saatdan sonra şəhid olacaq. Suala var. Gör fikri bunlardır. Bu adamı qılınc qorxuda. Dedi, ağa, sən dünyaya gəlməmişdən qabaq haradaydın? Məqamı mənə başlasın. Dedi, Həbib, bunu sənə deyirəm, sən ki, hal əhlisən, bu gecənin sualı döyür bu. Səndə məqamın var ki, bu sualı məndən soruşursan, mən də sənə deyirəm, biz bu dünyaya gəlməmişdən qabaq nur idik, mələklərə təsbih etmək öyrədirdik, zikr etmək öyrədirdik. Allahu Ekber. Məqamına baxaq. Gör bu gecə kimi şəhid edirlər. Mələklərin işi zikr deməkdir, təsbih deməkdir. Deyir, biz zikr etməyi mələklərə öyrədirdik. Çox əcib halatı var Kərbəlalı şəhidlərində. Bir yerdə bu gecə Əbəlfəzin gecəsi, İmam Hüseyin əleyhissalam da Əbəlfəz,
Gözlərini dikmişlər əvvəl İmam Hüseynə baxırdı. Bir də əvvəl istəyirsən sənə behişdəki məqamını göstərir. Əvvəl nəsin danışır? Dedi, gözü qalıb İmam Hüseyn Aleyhisselamın cəmalında. Bu gecə olan hadisələrdir. Ağa əli ilə işarə edildi, parmaqların arasından behişdəki məqamını göstərdi əvvəlfəz. Əvvəlfəz baxmır, gözü qalır İmam Hüseyin. Bir də əvvəlfəz behişdəki məqamını göstərirəm, niyə baxmırsan? Bir də ağa, neynirəm o behişdəki? Neynirəm onun bağları, dağları, çayları, göllərini? Mənim behişdim də sənsən, dünyam da sənsən, cənnətim də sənsən. Ağa, sən mənim imamımsan. Bu mənə bəsdir. Sənin yanında olmaq mənim üçün behişdən də üstünür. Bu gecə ilə ağa yığdı cəmaatı başına. Dedim, mən sizdən hüccətini götürürəm. Əgər buradan çıxıb getsəz, qiyamət günü Allah sizə deməyəcək, niyə Hüseyni tək qoymusunuz? Bu sualı götürdüm, hüccəti götürdüm sizdən. Elə buraya gəlmişsiniz mənimlə. Vəfadarlığınızı göstərdiniz. Allah gördü, səhv gördü. Mən sizə imamam, hüccəti götürürəm sizə, çıxın. Heç kəs gedin. Hələ bir söz söyledi, bir Züheyr var, Züheyr. Kərbəlada imamın dəstəsi 3 yerə bölünmüşdü, sağ cinahın qoşunlarına o başçılıq edirdi, Züheyr. Möhkəm döyüşçülərdəndir. Bir də ağa, o sözü bizə deyir. Əgər bu dünya əbədi olsaydı və biz əbədi dünyanın əbədi məxluqları olsaydı, yenə də sənin yanında bir an durmağı əbədi dünyaya değişməzdir. Dedi, and olsun Allah'a Hüseyin, 1000 dəfə ölsək, 1000 dəfə dirilsək, yenə də sənin yanında şəhid olmaq istəyir. Ona görə bu şəhidlərin əzəməti var. Ona görə bunların məqamı var. Və illa ilə adı deyil, bunlar ne üçün 14 əsrdə yaşayır. Buna görə yaşayırlar. Çox azadana qabul edirlər bu şəhadəti. Eşqlə qabul edirlər bu şəhadəti. Şəhidin 2 məqsədi olmalıdır. Bir, Allaha çatmaq, bir, cəmiyyəti islah eləmək. Bunlar bir-birini zıt olan sifətdir. Əgər insan bunu özündə birləşdirə bilirsə, olur şəhid. Şəhid o qədər Allaha bağlı olmalıdır ki, ölümü şərbət bilməlidir özü üçün. Ölümü Allahla görüş bilməlidir özü üçün. Bu məqamında. Bir bu məqama şəhidlik dərəcəsi vermək üçün gərək hədəfi də müqəddəs olsun. Eşq və hədəf. Hədəfi də əgər cəmiyyətin islahıdırsa, o olur şəhid. Əlində eşq edir, ölən şəhidlər. Şəhidin hədəfi olmalıdır. Niyə öldü? Niyə şəhid oldu? Niyə Allahla görüşü tələsdir? Hansı məqsəddən ötür? Bu 2 məqsəd birləşəndə olur insan şəhid. Və illa şəhid mümkün deyil. Hər ölüm şəhid olmur. Düzdür Allah deyir, fəmən qutilə məzluma fələhu əcr şəhid. Hər kim məzlum öldürülən şəhid əcri var. Hər kim günahsız yerə öldürürsə şəhid insanı. Şəhidin sağlığı bir ayrı bir məsələdir. Amma şəhid ayrı bir məsələdir. İlk qanı yerə töküldü, günahları bağışlanır. Xülasətul kəlam bəhsimiz tövbədə idi, məsul tövbə. Hər kim məsul tövbə eləsə, təmiz tövbə eləsə, hər nə qədər günahın çox olar. Mən burada bir mucize bəhs elədik. Allahın rəhmətinin böyüklüyündən ki, Allahdan məyus olmaq olmaz. Hər nə qədər günahım böyüksə, mən Allaha tərəf qayıtmalıyam. Niyyət eləməliyəm, Allah məni bağışlasın. Və buna inanmalıyam ki, Allahın rəhməti böyükdür. Eyni zamanda məhsul tövbə eləməliyəm Allaha tərəf. Hürr yezid, hürr dilavər. Hürrün yezid ilahi. Hürrün tövbəsi bilirsən nə tövbə. Hürrün əhvalatını eşitsən, hələ mən çox qısa danışıram buradan, vaxt olmur, olsa da eləyəcək. Hürrün əhvalatını eşitsən, deyərsən ki, ilahi, bu insan necə tövbə edir? İstərsən insanın nefrət yaranır. Kim bağladı İmam Hüseynin yolunu? Hürr.
Kim qoymadı onu geri qayıtmağa? Hür. Kim istiqamət verdi onu Kərbəlaya? Hür. Ondan sonra gəldi, Şimri qoşundan gəldi, Şəbəsi Müzəbbi qoşundan gəldi, Ömər Səhət qoşundan gəldi, birləşdilər hürrə. 1000 nəfərlik hürrün qoşunu vardı, kesmişdi olsun insan. Bundan da böyük günah. Amma necə bağışladı Allah? Hürr İmam Hüseyin Aleyhisselamın yanına qayıdanda İmam imkan vermədi ona ki, tam tövbə etsin, yəni əstəqrayını etsin. Hələ soruşdu ki, İmam, görəsən mənə Allah bağışlayar, bir düşəkdir. Daha dost oldu sənə. Bağışlanmaq necə olur? Hürrün məqamı. Bir nəfər şəhk eləyir ki, Hürr ibn Yezid Riyahin necə axı şəhid ola bilər? Bu yeni bir şəkki var idi. Bir gecə İmam Hüseyin'e təvəssül edim, yatdım. Bütün Babul Həvai Cənab Abbas Riyahın Abbas Hazretləri. Gecə bir xəstəm vardı, mərvizim vardı, razım, yaz elədim, tövbə elədim, Allah'tan hacət istədim, yatdım. Gecə yuxuma Hürr ibn Yezid Riyahi gəldi. Dedim, yahu, sən niyə gəlmişsən yuxuma? Mən səni çağırmamışım. Bir də Ağa İmam Hüseyin Aleyhisselam belə qərarlaşdırır. Hər kimin hacəti olsa, ya Babul Həvai Abbası göndərir hacətini bərabər eləməyə, ya da mənə. Durdum ayağa bir əstəqlillah, ələqillah, nə boy edilməkdir? Hürrün belə məqam. Hürrün bir halı oldu ki, şəhadət məqamında gözlərini açdı gördü İmam Hüseyin Aleyhisselam, izin alıb başının üstündən. Bir də ağa, mən bilirdim sən kərimsən, kərəm sahibisən, bağışlayansan, ancaq da bu dərəcədə bilməzdim ki, mənim kimi günahkarın başını düzünün üstünə alasan, anın verən yaylıqı başıma bağlayırsan. Hürrünə. Kərbəla şəhidləri belə əzəmətli şəhidlərdir. Ona görə yer duyguları ağladı. Birinci Peyğəmbər əksine ağladı. Nuh Nəbi ağladı. Nuhun gəmisi o tufandan gəldi bir yerdə təl altına düşdü. Nuh dedi, Xudaya, sən mənə söz vermirsən, bu nicat gəmisi deyil. Mən batmamalıyam cəmaatından. Niyə gəmi bu cür təl altını dedi, az qalır biz bataq, onun hikməti nədir? Dedi, yağmur, sən batmayacaqsan, amma indi hər yeri su basır, tufandır. Sən Kərbəlanın üstündən keçirsən. Bildirirəm sənə ki, bura Kərbeladır. Burada Hüseyin şəhid olacaq. İbrahim Peyğəmbər xəlili də Allah'ın. Atla keçəndə daş yerdən möcüzəvarı şəkildə deydi atın ayağını qalma. İbrahim düşdü atdan öldü, baxdı ətrafdan. Dedi, Xudaya, o atımın ayağının qanlamasının hikməti nədir? Bu at burada ayağı qanlamamalıydı, daş ayağına dəyməməliydi, burada bir maniyə yox idi. Necə oldu bəs bu məqama gəldi çıxdı? Nə demək istəyirsən mənə? Nə sözün var mənə, Xudaya? Dedi, İbrahim, sənə demək istəyirəm ki, bu keçdiyin yer var ha. Burada mənim əzizim Hüseynin başını keçəcəklər. Bildirirəm sənə ki, burada həmin bu yerdir. Peyğəmbər əkrəm neçə adam ağlayıb bir də Hüseyin. Kim ağlayıb deyim də, bir Zəhraya ağlayardı. Bir Peyğəmbər Zəhranı çox istəyirdi. Həmişə gülərdi, xoş rəftar edərdi. Amma ravilər deyir ki, bəzən olardı Peyğəmbər Zəhranın üzü sevəndə, o üzündəki gülüş Peyğəmbərin deyil, sevdilərini qəmə kədərə, baxardı Zəhraya, elə ağlayardı. Elə ağlayardı. Bir gün Peyğəmbər Mədinədə Əli ilə gedirdi, Əliyə də ağlayır. Peyğəmbər Əkrəm Əli ilə gedirdi, gəldi Mədinədə bir bağa çatdılar. Əli bəh-bəh, ya Resulallah, nə gözəl bağlı.
Dedi, ya Ali, sənin bağın bundan da güzel. Söz demək istəyir, onu görə aparır. Yine bir bağa çatdılar, yine eyni hadisədir, ya Ali, sənin bağın bundan da güzel olacaq. Ta 7-ci bağı keçəndən sonra Peyğəmbər baxdı əlində, qucaqladı, ağladı. Dedi, Əli, sənin məqamın, gəlin babağa, yer var. Dedi, ya Əli, sənin məqamın o qədər ucadır. Sənin məqamın bundan da artıq olacaq Allah yanında. Amma deyirəm sənə, bu ümmətin kin, kürurəti, ədaləti səni şəhid edəcək. Həsənə də ağlayardı, uşaq vaxtı qoyardı, ucağını öpərdi Həsənin dolarından. Hüseynin qolğasından. Bilirsən, nə çox istəyir İmam Hüseyin olmalı səni. Rəvayətdə var, rabilər deyir ki, İmam Həsəni, İmam Hüseyni, əl-əl öpsüz İmam Hüseyni, qoymaz yerdə geçsin. Gör yeri gezi götürərdi ucağını. Deyərdi, Hüseynin ayağını dəyməsin yerə. Öpərdi Həsənin dolarından, Hüseyni boğazından. Deyərdi, ya Resulallah, Hüseyni boğazından öpürsən, Zəhra deyərdi. Narahat olma baxır, və onu az istəyirsən. Deyirdi, qızım Zəhra, deyim sənə bunun dərdini, hikmətini, deyirdi, ya Resulallah. Deyirdi, narahat olarsan Zəhra, deyirdi, ya Resulallah. Deyirdi, Həsənin əhləyalı zəhərləyici onu ciyərləri ağzından gələcək, onu görür, onu dolarlar. Amma Hüseynin Kərbəladə şəhər edəcək, başın bədəndən ayrılacaq. Məqamı deyil. Peyğəmbər var, hamısı Həmziyə də ağlayıb. Sonra ağladım, ağladı Həmzə oldu. Ühüd müharibəsində Həmzə-i Şühədə şəhid oldu. Həmzə dedi ki, Əli, Peyğəmbər də Əli, get Həmzədən xəbər verir. Əli Əleyhisselam gəldi Həmzənin üstünə. Gördü, Allah, Həmzənin müslə edir. Müslə eləmək, qədim cahil ələmlərdə vardı. Adamı tutardılar, yaralı-yaralı, dilin kesərdilər, qulağını kesərdilər, burnunu kesərdilər, parmaqlarını kesərdilər, diri-diri. İşgəncə ilə buna müslə edirlər. Allah rəhmət olsun, Əfqanistan şiirlərinin rəhbəri Ayətullah məzarı vardı. Onu o cür edilər, müslə edilər Taliban və Vəhabilər, qaldırdılar göyə, helikopterdən buraxdılar aşağı. Bu ki, bu yaxın, bu Vəhabilər qədim ərəbin alət, ənələrinin hamısı saxlayırlar. Allah rəhmət etsin. Gəldilər görürlər Allah, Əli Əleyhisselam görür, Həmzənin müsləyə gidiyor, ciyəri də çıxarcılar. Dedi, mən bunu gedim Peyğəmbərə necə deyim? Bir söz deyə bilmədi. Yenə bir nəfər gəldi, yenə xəbər deyir, Peyğəmbər axı özü gəldi Həmzənin cənabısında. Gördü Allah, Həmzəni bir halı saldı. Peyğəmbər kimi ağladı. Bir ancaq bu qəzəb göz yaşlarıdır ya, Həmzə üçün ağladı. Mən bu qədər qəzəblənməmişim Həmzəyə qədər. Gəldi Mədinəyə gördü, hamının əhli əyalı, xanımı hər evdə ağlaşmalı. Bir də Həmzə üçün ağlayan yoxdur. Dedi, qızım Zəhra, Həmzə üçün ağlayır. Həmzənin ağlamağa heç heç yoxdur. Həmzə üçün də Peyğəmbər əhləm ağlayır. Və salavat deyin Peyğəmbər. Allahümmə salli ala Muhammed Ali Muhammed. Əli Əleyhisselamdan bir hədis var. Həzrət Əmir buyurdu, mən bir dənə yerdə bəlkə ah çəkərəm, o da yetim balaları görəndə. Mən yetimə dözə bilmirəm. Hər halda yetim görərəm, mənim ahın aləm ucalar. Əli Əleyhisselam çox həssas yetimlərə, çox. Gedərdi məsələn, yetim balaları götürərdi, onların oynayardı, mindirərdi onları kürəyinə,
at kimi sürər. Saatlarla yetimlərlə oynayar, qalanın yetimləri. Öləndə, şəhid olanda sözlərindən birində buyurur. Bir yetimləri sizə tapşırılır. O yetimlərdən müayət. Əli şəhid olandan sonra bildilər ki, Mədinədə nə qədər yetim var. O vaxtda qoymadı kimsə yetimlik çəksin. Bir dəstə bilirdi kimdir, onlara yemək getirən. Bir dəstə heç bilmirdilər kim bunlara yemək getirir. Əli belə Əli. Əli yetimlə vazir. Sahabi deməyəm ki, Əli şəhid olan ərəfədə zərbətlənəndə yetimlər su qablarını, süd qablarını yetim gəlmişdə Əlinin qapısında. Yetimlərdən biri haradasa süd tavuk getirmişdi Əlinin qapısında ki, verin buna Ağam Əliyə, o həmişələrə süd verər. Bu Əlinin yetimlərə nəvazişi. Amma Əlinin öz nəvələri necə yetim qaldı kəlbələr. Mən bunu o zaman həmişə deyərəm. Bax, hələ bu gecə idi. Zeynəb Səlamullah əleyhə, bu gecə möhlət gecəsidir yəni. İmam Hüseyin dua oxudu, namaz qıldı, Qur'an oxudu çoxdur. Qur'an oxudu. İnşallah, baxın burada İmamın 7-sindən sonra dərslərimiz olacaq. Qur'an, əxlaq, əqaid, Qur'anı öyrənin. Qur'an oxumaq Əhl-i Beytin dostlarının xüsusiyyətidir. İmam Rəza Əleyhisselam 3 günə bir dənə Qur'an çıxardı. Deyirdi, hələ mən üzürəm bu oxumağımı, oxuyuram, aviyən biləm, bundan tez oxuyaram istəsəm. Əhl-i Beytin bir xüsusiyyəti var, Qur'an çox oxuyardılar. Bu gecə İmam Hüseyin Qur'an oxudu, namaz qıldı. Qur'andan qafil olmayaq, öyrənək, balalarımızı tövsiyə edək. Qur'an Allahın kitabıdır. Bu gecə İmam Hüseyin Aleyhisselam Qur'an oxudu, namaz qıldı, dua edildi. Maşının qarıdın yanı saatləri bir oluşdu. Qırmızı yaşayır. 67 işlədir. Genelde bəxtən Bir belə... dənə maşın var, kimin maşını? Qırmızı rəydə şəfrabitdir, 67 işlədir. Rusun qaraca yanını saxlayır. Bir Bir dəndə basıla gedir, masa. Onu götürümdə qarajın sahibləri şikayət edir, xahiş edir. Qarajın sahibləri gəlib müayən olur da, yəni maşını... Peyğəmbər sallallahu Allahümmə salli ala Muhammed və ali Muhammed. Əli, bu gecə Peyğəmbər İmam Hüseyin Aleyhisselam Qur'an, hədis, dua, namaz, o gecənin bir qismətini də ayırmışdır. Xeymələrin dalından daşları toplayır. Hanım Zeynəb gördü bir qaraltı əyilir durur. Dedi, kimsən? Dedi, qorxma bacı Zeynəb, mənəm. Hüseynəm. Dedi, qardaş, nə edirsən bu gecə xeymələrin arxasında? Dedi, Zeynəb, yerdən xırda daşları toplayıram. Sabah məndən sonra xeymələrin hücumu olacaq. Xeymələri qarif edəcəklər. O balaca balaların ayaqlarını buradan qaçanda ayaqlarına daş batmasın. Ya Allah. Peyğəmbər Əkrəm heç vaxt ömründə təkini hiss eləməyib, bir yerdənmişdir. Ömründə bir dəfə Peyğəmbər Əkrəm tək qalır, hiss edib ki, tək qalar. O da Xəndək müharibəsindədir, Əhsab müharibəsindədir. Gəlin qalır. Salavat nə qədər imkan var mı qardaşım? Yer edeyim. Allahümmə salli ala Muhammed və ali Muhammed.
Əhzab müharibəsində, Xəndək davasında Peyğəmbər Əkrəm Xəndək davası böyük müharibə idi. İslamın ölüm-dirim savaşı idi. O müharibəni Peyğəmbər udursaydı, mümkündür, İslam məhv olaydı. O müharibəni qalib gəlsəydi, İslam möhkəmlənəcəkdi. Əhzab müharibəsi oldu. Əhzab yəni hizblər, bütün dəstələr birləşmişdi Peyğəmbərin əleyhinə. Yahudilər, Məsihilər, müşriklər, bütpərəstlər, münafiqlər, hamısı birləşmişdi, gəlmişdi Mədinəyə ki, İslamın kökünü kəssinlər. Bir dənə ərəbin də ən pəhləvan şəxsini getirmişdi, Əmr ibn Əbdəli. Bu haribəyə Xəndək müharibəsi deyirlər. Çünki müsəlmanlar özləri ilə düşmən arasında Xəndək qazmışdılar. Müsəlmanlar gördü, Allah, bu Əmr ibn Əbdəlidə heç Xəndəklə təsirlənir. Xəndəki yardı keçdi müsəlmanlar tərəfindən. O yana gedir, bu yana gəlir, döyüşə adam axtarır, təhqir edir müsəlmanlar, həqarət edir. Çoxları da qorxur, bir dənə əli idi ki, əsəbdən dağılır, deyir, ya Rasulallah, izdir ver gedir meydana. Peyğəmbər əlini Əmr ibn Əbdəvəllə görüşər, yola salanda biraz narahat oldu, elə bir tək qaldı. Dua elədi, əlini qaldırdı, dua etdi, Allah, məni əlisiz qoyma. Dedi, Allah, məni tək qoyma, əlini qaytar mənə, əlini qalib elə. Eyni duanı İmam Hüseyin Əleyhisselam Kərbəlada bir dəfə edeyim, o da Əbəlfəz gedəndə. Əbəlfəz Əleyhisselam döyüşə gelməyib, balaca balalar üçün su getirməyib. Əbəlfəz Əleyhisselam İmam Hüseyndən döyüş izni istədi, İmam dedi, yox Əbəlfəz. Sənə döyüş izni verə bilmərəm, sən mənim qardaşımsan, bayraqlarımsan, ələmdarımsan, əlində bayraq var. Bayraq yatdı, qoşun yatdı, hərçən heç qoşun da qalmamışdı. Amma bayraq yenə də göstərir ki, qoşun var. Sizə Əbəlfəz, səni mən göndərə bilmərəm döyüşə, amma su üçün gelirsənsə gedəcək. Əbəlfəz Əleyhisselam Kərbəlada ən faciəli şəhid olanlardır. İmam Hüseyin Əbülfəzin başı üstünə gələndə gördü Allah. Əbülfəzin qolları qələm, Əbülfəzin ayaqları qələm, Əbülfəzin gözlərinə ox deyir, Əbülfəzin başına əmud deyir. Allah nə halət dedi Əbülfəz? Nə halət dedi? İmam Hüseyin Əleyhisselam çox istəyirdi Əbülfəzi xeyriyə aparsın. 2 dənə arzusu vardı Əbülfəzlə bağlı, ikisi də qabul edildi. Biri bu idi ki, istəyirdi Əbülfəzi xeyriyə aparsın, ikincisi də bu idi ki, təziyə tutsun Əbülfəzə orada. Onu da eləyə bilmədi, ömrü vəfa eləmədi, qoymadı. Amma çox istəyirdi. Hələ ağlayırdı, deyirdi Əbülfəz, dur gedək. Abbas'ı qəbiləmizin mahi, dur gedək. Abbas, ey qəbiləmizin mahi, dur gedək. Tənha qoyar məgər vəzir şahi, dur gedək. Vəzirsiz nə şah? Tənha qoyar məgər vəzir şahi, dur gedək. Dur bayraq al ələm, əgər bayraq alanmasın, şahım mənim kimi pozular halı, dur gedək. Ələ lənətullah, ələl qavmə zalimin, fəsəyələmun ləzine zələbu əyyəmun qələbun yənqəlibun. Allahümme və nəd'ud bismikəl azimil ə'zəm, əl-əzzil əcəl əkrəm Muhammedin və Ali və Fatimə vəl-Həsən vəl-Hüseyin və tisətə mə'sumin min zürriyyət Hüseyin. Allah'ı bu gecə bir üleylə çağıraq, bu gecə razılıyat gecəsidir, bu gecə dua gecəsidir, bu gecə namaz gecəsidir, bu gecə Hüseynin son gecəsidir. İnşallah Allah'a and verək Hüseynə,
10 dəfə ucanır deyək, ya Allah. Ya Allah, ya Allah, ya dualarımızı kabul eyle. Amin. Allah dergahda kaldırılan ellerin ağrını sinemize vurma. Amin. Allah bizim büyük bir duamız var, əsli duamız var. Sənə and verir İmam Hüseynə xatır. Sənə and verir gecə İmam Hüseynin narahat halına xatır. Bizim günahlarımızdan qələm əfv çək. Amin. Tövbə edilib bütün yaxşı, bütün xoşa gəlməz, pis, günah əməllərimizdən, bilərək və ya bilməyərək elədiyimiz əməllərimizdən Allah sənin dərgahına qaydır. Amin. Allah bizim bütün günahlarımızdan İmam Hüseynə xatır qələm əfv çək. Amin. Allah bizi bağışla. Amin. Allah bizi bağışlanmış bu dünyadan aparma. Amin. Allah bizim nəfsimizə, şeytana qul olanlardan qərar vermə. Amin. Bizim axırımızı bir xeyr eylə. Amin. Allah ölümü bizə asan qərar ver. Amin. Canımızı bizim rahat al. Amin. Qəbir sıxıntısı, qəbir qaranlığı, qəbir soru-sualı Allah o anlarda bizi Hüseynindən ayrı salma. Amin. Allah İmam-ı Zamanın gözü yaşdır, İmam-ı Zamanın zuhurun təcil elə. Amin. O ağanın müntəzirlərinin sayını çox elə. Amin. Müntəzirlərinin dünyanın hər yerində qalib qərar ver. Amin. İmam-ı Zamanın, Qur'anın, Əhl-i Beytin, İslamın, məscidin, hicabın, Allah nə qədər düşmənləri var, hamısını zəlil-i müzməhill elə. Amin. Allah habilərə lənət elə. Amin. İslamın bayrağın dünyanın hər yerində uca elə. Amin. Müsəlmanları bir-birinə rauf mehriban qərar ver. Amin. Müsəlmanları, möminlərin arasından ixtilafı uzaq elə. Amin. Müsəlmanlara dünyanın hər yerində qüdrət, qüvvət, izzət, nüsrət, vəhdət əta elə. Amin. Bizə rəhm eləməyənləri bizdə